Təravih namazı nədir, necə qılınır? Ramazan ayında təravih namazları məsələsi gündəmə gəldiyi üçün məndən bu barədə danışmağımı çox istəyiblər. Məsələyə daxil olmamış deyim ki, məni müxtəlif inancda olan kəslər izləyir. Bəzən kiminsə gözləntisini doğrultmayanda, onun zövqünü və fikrini dəstəkləyən söz demədikdə, şərhlərdə mənə xoşa gəlməz sözlər yazmağa başlayırlar. Bunu daha çox Məhəmməd ibn Əbdülvəhhabın tərəfdarları, yaxud aşırı məzhəb təəssübkeşləri ya da Marsa uçmağı qarşılarına məqsəd qoyanlar edirlər. Bir də Quranda var-yox söhbətləri edib öz zövqlərinə görə fitva verənlər də olur. Ona görə də mən orta yol tutur, informasiya xarakterli video hazırlamağı tərcih edirəm. Təravih namazları əzizlər Quran əsaslı məsələ deyil, həm də məzhəb və fiqh məktəbləri arasında ixtilaflı mövzudur. Bu mövzunu açdığım üçün bir sıra məzhəb təəssübü çəkənlərin xətrinə də dəyə bilər. Ona görə də yüngül və light üslubunda izah etməyə çalışacağım. Əhl-i-Sünnənin hədis və fiqh məktəblərində Ramazan ayına məxsus müstəhəb namazlara təravih deyilir. Bu namazlar Ramazan gecələrində İşa namazından sonra qılınır. Əhl-i-Beyt məktəbinin rəvayət və fiqh mətnlərində isə bu namazlar Nəvafilu şəhri Ramazan, yəni Ramazan ayının nafilə namazları kimi qeyd olunub. Əhl-i-Sünnə fəqihləri və əksər imamiyyə fəqihləri bu namazların şəriətə uyğun və müstəhəb olduğunu qəbul ediblər. Bu heç yəni Ramazan ayının gecələrində qılınan müstəhəb namazlar var. Bizim məsələmiz bu deyil. Gəlirik əsas ixtilaflı məsələyə. Ramazan ayının nafilə namazlarının cəmaatla və ya fərdi, yəni tək qılınması şiə və sünni fiqhi arasında ixtilaflı məsələlərdən biridir. Əhl-i-Sünnə bu namazın cəmaatla qılınmasını şəriətə uyğun hesab edir və hər il Ramazan gecələrində onu məscidlərdə cəmaat halında qılırlar. Lakin şiə alimləri və bəzi tanınmış sünni alimləri bu namazın cəmaatla qılınmasını bidət hesab edirlər. Məsələ haradan qaynaqlanır? Mənbələrə əsasən 2-ci xəlifə olmuş tanınmış səhabə hicrətin 14-cü ilində insanlara təravih namazını cəmaatla qılmağı əmr edib. Baxa bilərsiniz, Tarixi Təbəri cildi 3 səhifə 277. Habelə Məsudi Murucuz Zəhəb cildi 2 səhifə 319. Habelə Buxarinin Əbdülrəhman ibn Əbdülqari vasitəsilə nəql etdiyinə görə 2-ci xəlifə olmuş həmin bu tanınmış səhabə bir gecə məscidə getdi və insanların fərdi pərakəndə şəkildə namaz qıldığını gördü. O insanlara Übey ibn Kəbə iqtida edərək namazı cəmaatla qılmalarını əmr etdi. Daha sonra başqa bir gecə məscidə gedərək insanların bir qarinin arxasında namaz qıldığını gördü və dedi: "Ni'məl bid'atu hazihi." Yəni nə gözəl bidətdir bu. Baxa bilərsiniz Səhihül Buxari cildi 2 səhifə 252. Həzrət Peyğəmbərin sallallahu əleyhi və alihi və səlləm sünnəsi Ramazan ayının nafilə namazlarını fərdi, yəni tək şəkildə qılmaq olmuşdur. Əhl-i-Sünnə fəqihləri açıq şəkildə bildiriblər ki, bu sünnə 1-ci xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə, habelə 2-ci xəlifənin xilafətinin bir müddətində də davam edib. Lakin 2-ci xəlifə Peyğəmbərin sünnəsinə zidd olaraq bu nafilə namazlarının cəmaatla qılınmasını əmr edib. Baxa bilərsiniz Səhihül Muslim 640, Fəthül Bari 4218, Umdətül Qari 1224. Əhl-i-Sünnə fəqihləri baxımından təravih namazı müstəhəb bir bidət və sünnə hesab edilir. Əbu Hamid Qəzali bidəti yaxşı və pis olmaqla 2 yerə bölüb və təravih namazını yaxşı bidət hesab edib. Yəni 2-ci xəlifə gəlib cəmaatı pərakəndə şəkildə müstəhəb namaz qıldığını görəndə belə düşünüb ki, yox, pərakəndə qılmaqdansa hamı toplaşıb bunu bir cəmaat namazı şəklində qılsalar daha yaxşı olar. Lakin Əhl-i-Beyt fəqihləri baxımından Ramazan ayında nafilə namazları fərdi şəkildə qılınmalıdır və bu namazların cəmaatla qılınması bidət sayılır. Çünki Peyğəmbərin zamanında bu namaz cəmaatla qılınmayıb. Əhl-i-Beyt məktəbinin alimləri arasında Ramazan ayının nafilə namazlarının cəmaatla qılınmasının caiz olmadığı barədə heç bir ixtilaf yoxdur. İmam Sadiqdən nəql olunan bir rəvayətə görə İmam Əli xəlifə olduğu zaman oğlu İmam Həsənə insanlara təravih namazının cəmaatla qılınmasını qadağan etmələrini tapşırdı. Lakin İmam Həsənin sözlərini eşidən insanlar "Vay filan kəsah" deyərək etiraz etdilər. Yəni bu məsələ insanlar arasında artıq bir neçə il ərzində yayıldı və müstəhəb namazları cəmaat
şəklində qılmaq artıq bir adət-ənənə halına gəldi. Həmçinin İmam Rızadan Ramazan ayının nafilə namazlarının rükətləri və qaydası barədə nəql olunan bir rəvayətdə o, Peyğəmbərimizin sözlərinə əsaslanaraq belə buyurub ki, nafilə namazı cəmaatla qılmaq olmaz və Peyğəmbər ömrünün sonuna qədər nafilələri fərdi, yəni tək şəkildə qılıb. Bu namazın cəmaatla qılınmasına gəlincə, əhl-i sünnə fəqihləri arasında fikir ayrılığı var. Görəsən, təravih namazını cəmaatla qılmaq vacibdirmi, yoxsa müstəhəbbidir, tək və ya cəmaatla qılınmasında seçim azadlığın var və s. Bu namazın cəmaatla qılınması məşhur sünni alimlərinə aid edilib. Maliki məzhəbinin imamı Malik ibn Ənəs isə bu namazın fərdi və evdə qılınmasını daha fəzilətli sayıb. Əbdürrəhman ibn Məhəmməd ibn İdris, yəni Əbu Məhəmməd ibn Əbu Hatəm Razi və 4 sünni məzhəb imamlarından biri olan Məhəmməd ibn İdris Şafii təravih namazını evdə fərdi, yəni tək şəkildə qılırdılar. Təravih namazının rükət sayı ilə bağlı fikir ayrılığı mövcuddur. Bu ixtilafın səbəbi Peyğəmbərdən birbaşa gələn hədisin olmaması və səhabələrin söz və əməllərinə əsaslanmasıdır. Əksər sünni fəqihləri təravih namazının 20 rəkat olduğunu bildiriblər. Əbu Hənifə, Şafii və Əhməd ibn Həmbəl də bu fikri dəstəkləyiblər. Malik ibn Ənəs isə təravih namazının 36 rəkat olduğunu bildirib. Bəzi mənbələrdə bu namazın 11-dən 47 rükətə qədər müxtəlif saylarla qeyd edildiyi bildirilib. Ən çox yayılan rəqəm isə 11 rəkat olmasıdır. Əhl-i Beyt məktəbi baxımından Ramazan ayının nafilə namazları ümumilikdə 1000 rəkat hesab olunur. Bunun bölgüsü isə belədir. İlk 20 gecədə hər gecə 20 rəkat, son 10 gecədə hər gecə 30 rəkat, Qədir gecələrində isə 100 rəkat qılınır. Əzizlər, internetdə, Google'da yazın Ramazan ayının nafilə namazları, siz bu həmin 1000 rəkatlı namazın ki, hər günə nə qədər düşür, onları rahatlıqla tapıb qıla bilərsiniz. Bir daha deyim, əzizlər, mənim məqsədim kiminsə bidətçi, batıl olduğunu israrla isbat etmək deyil. Bu mənim metodum deyil. Səhabə məktəbinin ardıcıları belə düşünürlər ki, müəyyən səhabələr, barmaq sayda olan səhabələr Peyğəmbərdən sonra nəs müqabilində iştihad edə bilərlər. Belə də ediblər. Daha sonra gələnlər isə bu iştihada əməl edə bilərlər. Lakin Əhl-i Beyt məktəbinin ardıcıları səhabələrin ədalət nəzəriyyəsini qəbul etmirlər. Hansısa səhabənin öz rəyinə əsaslanıb bir şəriət, bir ibadət ayini forması yaratmasını məqbul hesab etmirlər. Onlar din marifini Peyğəmbərdən sonra sadəcə Əhl-i Beyt imamlarından əxs etməyi məqbul hesab ediblər. Buna görə də Ramazan ayının nafilə namazlarını qıla bilərsiniz. Burada heç bir problem yoxdur. Problem onun cəmaat şəklində yoxsa tək şəkildə qılınmasıdır ki, məsələnin necə olduğunu da zaten sizə dedim.